Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlı bildirib ki, meydan hərəkatı dövründə toplanan 10 milyon vəsait mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. Qlobal İnfoza danışan Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov isə deyib ki, Nemət Pənahlı hər zamanki kimi böhtan və iftira xarakterli açıqlamalarını davam etdirir. Stat: Görünən odur ki, onun Elçibəyə qarşı şəxsi kin və nifrəti formalaşıb. Bunun səbəbi də məlumdur. Nemət Pənahlı vaxtilə xalq hərəkatının lider olacağını düşünür, lakin bu iddiasının qarşısının Əbülfəz Elçibəy tərəfindən alındığını hesab edirdi. Biz o dövrdə meydanda olmuşuq, pul yığma prosesinin baş verdiyini görmüşük və həmin vəsaitlərə nəzarət edən şəxsin Rəsul olduğu, onun Nemət Pənahlı ilə Səttarxan adına zavodda birlikdə işlədiyi hər kəsə məlum idi. Sonrakı illərdə də Nemət bu məsələdə dəfələrlə məhz həmin şəxsi ittiham edib. Oqtay Qasımov qeyd edib ki, Əbülfəz Elçibəy ilə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır. Nemət Pənahlı çox yaxşı bilir ki, 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə meydan dağıdılarkən özü keçmiş raykom katiblərindən birinin avtomobili ilə ərazidən çıxarılıb. Əbülfəz Elçibəy isə həmin gecə həbs olunub və meydan hadisələrindən sonra bir aydan artıq müddətdə həbsdə saxlanılıb. Bu faktlar fonunda Nemət Pənahlının iddiaları Əbülfəz Elçibəyə qətiyyən yapışa bilməz. Yaxşı xatırlayıram ki, həm Əbülfəz Elçibəy, həm də digər ictimai xadimlər meydanda dəfələrlə çıxış edərək pul yığılma məsələsinin əleyhinə olduqlarını bildiriblər. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.